eləyək. Və bu da belə qız marka öz baxım məhsulu. Məni bu cəhətdən qınayacaqsınız. Hətta artıq çox heyecanlıyam. Məhsullar belə çıxır. Instagram məni məcbur etdi ki. Salamlar hər kəsə. YouTube kanalıma xoş gəlmisiniz. Mən İlahəm. Bu dəfəki videoda başlıqdan da artıq belə olduğu kimi böyük bir unpacking videosu çəkirəm. Bu məhsulları bir aydan bəri gözləyirəm. Belə hissə gəldi və mən hələ də açmamışam. Bəzi məhsullar üçün çox səbirsizlənirəm. Buna görə də tez bir şəkildə video keçid eləmək istəyirəm. Ancaq video keçmədən öncə hər birinizdən bir xahişim var. Əgər bu videoya baxırsınızsa, mənim videolarımı bəyənirsinizsə, çox xahiş edirəm, abunə olun. Sizin üçün bu sadə bir klik, ancaq mənim üçün böyük bir dəstəkdir. Hər birinizə öncədən təşəkkür edirəm. Belə keçid edək video. Və mən sifariş etdiyim bütün korobkaları artıq bütün məhsulları yanıma yığmışam. Düşünürəm ki, ən yaxşısı birinci kiçik məhsulları açmaq olar və ən sonunda da sonu sürprizlidir. Mütləq izləmədə qalın. Belə, bu dəfəki unpacking videosunda həm öz baxım məhsulları olacaq, həm dekorativ kosmetika olacaq, həm geyim, həm lüks brend çantalar, bir çox məhsul olacaq. Ona görə də düşünürəm ki, çox maraqlı olacaq. İzləmədə qalın və sonda fikirlərinizi mütləq mənimlə bölüşün. Biz başlayırıq ilkin olaraq belə kiçik bir korobkadan. Bunu artıq açmışam, çünki təxmini ölçülərini bilmək istirdim deyə məcburən açdım. Bu korobkada eynəklərim var. Marc Jacobs firmasından sifariş eləmişəm. Black Friday olduğu üçün mənim üçün çox uyğun qiymətə gəldi bu sifarişlər. Belə bir qablaşdırması var. Çoxdandır bu şəkildə qara bir eynək axtarırdım. Həm də bu modellər açığı mənə elə gəlir ki, hal-hazırda çox təbdədir. Məhsulu səhv etmirəmsə, hətta 50 euroya aldım deyə bilərəm. Yəni çox uyğun qiymətə oldu. Bu şəkildə sizə yaxından da göstərmək istəyirəm. İndi həm də taxımı göstərim sizə. Belə. Məncə qiymətinə görə çox yaxşı bir keyfiyyətdə bir məhsul əldə elədim. İndi keçək növbəti məhsula. Buna açığı belə bir şeyə ehtiyacım yoxdur, ancaq çox bəyəndiyim üçün modelini, həm də çox uyğun qiymətə olduğu üçün düşündüm ki, bunu da götürüm. Bu şəkildə yaxından da sizə göstəreyim. Belə açıq rəngli. Bunu da taxım mütləq prob eləyək və bu da belə qalır. Necədir, bəyəndinizmi? Və keçək növbəti bir məhsula. Bu da yenə belə bir kiçik bir qablaşdırmada gəlib. Burada səhv etmirəmsə, dekorativ kosmetika məhsulları olmalıdır. Efsalarından bir set sifariş eləmişəm. Çoxdandır yaxşı bir maskaraya ehtiyacım var idi. Düşündüm ki, alacağımsa daha yaxşı bir firmadan olsun. Bunun da qiyməti həm uyğun idi, həm də Efsalarının dəyərləndirmələrini oxudum. Sırf bu maskaranı çox tərifləmişdilər deyə düşündüm ki, mən də prob eləyim. Sizə də yaxından göstəreyim. Çox gözəl görsənir fırçası. Belə. İlk məhsul budur. Bu məhsul olaraq belə bir, səhv etmirəmsə, göz karandaşıdır bu. Açığı mən göz karandaşı daha istifadə eləmirəm. Ancaq bəzən, məsələn, eyeliner kimi istifadə etmək olar və bununla xətti çəkib, bunu yaymaq olar. Son olaraq da bu Efsaların firmasının belə mini bir pomadasıdır. Bunu da çox bəyəndim. Tamamilə unutmuşdum. Armani'dən də bu şəkildə bir məhsul sifariş eləmişdim. Bu da çox gözəldir. Bu şəkildə. Bunu da dəyərləndirmələrini oxumuşdum. Çox yaxşı idi. Keçək növbəti məhsula. Yenə, bu da səhv etmirəmsə, dekorativ kosmetikadır. Flaconi'dən sifariş eləmişəm. Bunun biraz ağırdır. Dəqiq yadımda deyil, nə sifariş eləmişəm. Çünki demək olar ki, bir aydan çoxdur ki, gəliblər mənə. Burada sizinlə bir yerdə mənə də sürpriz olur. Və növbəti məhsul budur. Bu səhv etmirəmsə, Sol de Janeiro adlanır. Bunu çox internetdən hətta artıq çox görmüşdüm və düşündüm ki, həm qoxusu cəhətdən düşündüm ki, bunu yoxlayım. Çünki parfümünün hətta artıq çox qəşəng isi olduğunu deyirlər. Bu səhv etmirəmsə, bədən kremidir. Qoxusunu yemək istəyirəm. Çox gözəldir. Həqiqətən də tərifləndiyi qədər var. Bu da body washdur. Belə kiçik ölçüdədir. Bu daha çox belə travel size olaraq gedir. Bunu da mütləq yoxlayıb sizinlə fikirlərimi bölüşərəm, əgər sizə də maraqlıdırsa. Və son olaraq da belə body mistdir. Bunu çox tərifləmişdilər ən çox da. Düşündüm ki, mən də yoxlayım mütləq bu şəkildə. Ətrini çox bəyəndim. Olaraq Dior'dan belə bir
stik sifariş eləmişəm. İndi desəm bunu Instagram məni məcbur etdi ki, bundan alım. Çünki hər kəs çox tərifləyir ki, çox gözəl bir stikdir. Bu belə deyək, foundation stick sayılır. Yəni tonal krem rolunu oynayır. Məndə hansı rəngidir bir dəqiqə? 1V-dir. Həmçinin Dior'dan nə bilirəm ki, nə almışam Dior'dan. Dior'dan belə bir concealer almışam. Bundan da çünki yaxşı bir concealer'a ehtiyacım var idi. Bu da nömrəsi 1N-dir. Növbəti məhsulum isə belə Saint-Laurent'dan. Bu, səhv etmirəmsə, transparan pudra olmalıdır. Bu şəkildə belə bir qablaşdırması var. Düşünürəm ki, qablaşdırması çox estetik görsənir. Bu hissəsi görürsünüz, bu şəkildə bağlıdır. Və bunu normalda belə qabına çevirirsiniz, qapağına doğru çevirirsiniz və oradan belə bir aplikatoru var. Bununla üzünüzə yayırsınız. Göz altları xüsusilə çox yaxşıdır. Və digər bir məhsullar, bu isə L'Occitane firmasının əl kremidir. Çox gözəl ətri var. Düşünürəm ki, məni yanıltmayacaq. Növbəti olaraq da, son olaraq səhv eləmirəmsə, Kiko'dan belə bir dəst sifariş eləmişəm. Bu şəkildə qablaşdırmadan çıxaranda. Bu, səhv etmirəmsə, Black Friday olduğuna görə çox yaxşı indirimə düşmüşdü. Bu, dodaq üçün həm skrabdır və dodaq balzamıdır. Bu şəkildə, səhv etmirəmsə, bu lip balm sayılır. Çox gözəl teksturası var, ətri yoxdur. Bu şəkildə bir növbəti bir məhsul isə bu isə dodaq skrabıdır. Yəni belə bir məhsulu heç vaxt yoxlamamışam. Mənə də çox maraqlıdır. Setin içərisinə daxil etdiyi aldım. Yoxlayıb mütləq fikirlərimi sizinlə də bölüşərəm əgərsə maraqlı olsa. Və növbəti sifarişim belə Reserved firmasındandır. Bu, səhv etmirəmsə, krasovkalardır. Daha öncə Reserveddən bir trench sifariş eləmişdim. Burada mütləq əgər alınsa şəklini qoyacağam. Ya burada, ya burada. Ona uyğun bu krasovkalara indirimə düşmüşdü. Düşündüm ki, onları alım. İkisini bir yerdə dəst şəklində geyinərəm. Bu çox dəbdədir hal-hazırda. Belə tonlar. Belə bir krasovkadır. Tünd korичневый rəngdə. Hal-hazırda çox dəbdədir. Həmçinin Adidas'dan da belə modellər var. Bu da onun belə bir analogudur deyə bilərəm. Rəngini çox bəyəndim, materialını da çox bəyəndim. Ayağımda da mütləq geyinib yoxlayacağam. Və keçək növbəti bağlamalara. Növbəti bağlamam belə artıq böyük bağlamalar gəlir. My Origins'dan sifariş eləmişəm. Və bayaqki böyük korobkadan çıxan məhsul belə Shiseido brendinə aiddir. Bu şəkildə artıq yandan görə bilirsiniz nələr daxildir. Ümumiyyətlə Black Friday olduğu üçün və həddən artıq qiymətlər çox düşdüyü üçün düşündüm ki, mən bu fürsətdən mütləq istifadə etməliyəm. Çünki kremlərim və s. çox qurtarmışdı artıq son zamanlarda. Ona görə də düşündüm ki, yenilərini alım. Bu şəkildə belə bir kosmetik çantada verirlər üzərində. Həqiqətən də keyfiyyəti çox qəşəngdir, çox yumşaqdır. İndi açaq görək içərisinə nələr çıxacaq. Bu şəkildə məhsullar belə çıxır. Shiseido'nun kremlərini çoxdandır istifadə edirəm. Xüsusən də bu gündəlik kremini çox bəyənirəm. Bu korobkadan ilkin olaraq belə bir krem çıxdı. Bu gündəlik istifadə edə biləcəyim nəmləndirici kremdir. Bu məhsulu daha əvvəl də istifadə etmişəm, çox bəyənirəm. Mütləq istifadə etmək istəyənlər üçün, yəni tövsiyə edərdim həqiqətən də. Və növbəti olaraq belə bir serum setə daxildir. Səhər və axşam üzü təmizlədikdən sonra və nəmləndirmədən öncə istifadə olunmalıdır. Üz təmizləmə geli. Bundan da istifadə eləmişəm. Həqiqətən çox bəyənirəm. Çox gözəl bir məhsuldur. Mütləq hər kəsə tövsiyə edirəm. Növbəti bir məhsul isə bu şəkildə Make Up Inferno. Xüsusən də göz və dodaqdan makyajın təmizlənməsi üçün istifadə olunur. 3 ədəd belə növbəti məhsullar var bu setdən. Biri səhv etmirəmsə Shiseido'nun maskarasıdır. Kipriklər üçün xüsusi bir serumdur. Bu şəkildə. Növbəti də səhv etmirəmsə dodaq boyası olmalıdır. Gördüyüm qədərlə qırmızı rəngdə idi. Halda mən qırmızı rəngi heç sevmirəm. Bu şəkildə qırmızı rəngi heç sevən deyiləm.
Keçək növbəti bokslara. Daha bir böyük bokslu da açığı bilmirəm nədir içərisində. Çünki bunu da dediyim kimi çoxdan sifariş eləmişəm. Belə axır ki mən bu korobkanı aça bildim. Görək burada nə çıxacaq. Bu çoxlarınızın da bildiyi kimi Estee Lauder'in, bəlkə də çoxunuz da tanıyırsınız, belə blockbuster setidir. Bu 2025 variantı Black Friday'da endirimə düşmüşdü və düşündüm ki, belə bir məhsulu mütləq əldə etməliyəm. Demək olar ki, hər il olmasa da, arada səhv etmirəmsə Armani'dən almışdım. Yəni belə hər il əlimdən gəldiyincə bunu alıram, çünki çox sərfəlidir. İçərisində bir çox məhsullar var. Hansılar ki, mən gündəlik vaxtda da istifadə edirəm və bunu belə set şəklində üzərində əlavə məhsullar da gəlir və məncə bu böyük bir plusdur. Belə bir qablaşdırması var. Öncə onu göstərim. Bu şəkildə belə məhsullar çıxır. Ən sevdiyim, ən sevdiyim məhsuldur bu. Gecə üzə vurursunuz, çox gözəl, üzü nəmləndirir. Bu səhv etmirəmsə, üz təmizləmə gelidir. Belə bir üz kremidir, səhv etmirəmsə. Bu da göz ətrafından gecələr vurulur. Digər bir məhsul isə belə bir əl kremidir. 2 ədəd bu şəkildə dodaq boyalarıdır. Rənglərini də sizə göstərim. Qırmızı rəng heç mənim rəngim deyil. Ancaq məncə bu rəngləri çox alınmadığı üçün adətən belə setlərə qoyurlar. Bu rəngi istifadə edə bilərəm. Bunu bəyəndim açığı bu rəngi. Bu şəkildə bir lipstick. Belə çox neytral bir rəngdədir. Və bu boksun bu tərəfini açdıq, digər tərəfini açırıq. Burada da yenə səhv etmirəmsə bir neçə məhsul daha olmalıdır. Bu belə bir blush stickdir. Ten palette olmalıdır növbəti məhsul. Bu şəkildə göstərim. Rənglər belə. Mən çox tünd rənglərdən istifadə etmirəm. Ancaq ki, burada istifadə edə biləcəyim rənglər də var. Bəyəndim. Və növbəti məhsul isə belə bir maskara. Hətta artıq çox maskaram oldu. Estee Lauder'ın bu maskarasını artıq illərdə istifadə edirəm. Çox bəyənirəm bunu da. Eyni zamanda bunu da məsləhət görürəm. Elə, indi növbəti paket açırıq. Bu yəqin ki, hamınız bilirsiniz. Zara'dan. İçərisində 2 məhsul olmalıdır. Bu şəkildə belə bir qayva paltodur, uzun. Belə həqiqətən də əgər yaxından görsənmək olursa, çox keyfiyyətli materialı var. Və belə bir şalvardır. Belə bir şalvar daha. Bu şəkildə belə zamoklandım. Növbəti boksam. Bu Sinsay mağazasındandır. Boksu açaq. Belə bir süfrə sifariş eləmişəm. Ölçüsü 140-ın 220-yə. Yeni süfrəsi üçün düşünürəm ki, ideal nə olar. Bunlar səhv etmirəmsə çaşkalar olmalıdır. Çünki bir video çəkmək istirdim və həmçində yeni il çaşkalarını, yeni il abu-havasını ümumiyyətlə çox sevdiyim üçün belə çaşkalar sifariş eləmişəm. Bu şəkildə. Ölçüsü həqiqətən də çox böyükdür. Belə bir çaşka. Dediyim kimi yeni il abu-havasını çox sevirəm və Black Friday olduğu üçün, ondan əlavə də mən bu saytdan çox sifariş elədiyim üçün mənə endirim kuponu da verilmişdi. Yəni həqiqətən də 2-3 evroya təxmini bunları almışam. Bu da yenə məncə çaşka olmalıdır. Buna ürəyim getdi, çox bəyəndim. Məni Instagramda izləmirsinizsə mütləq izləyin. Orada əlimdən gəldiyincə daha tez-tez postlar paylaşıram, story paylaşıram. Mən orada izləyənlər bilir ki, mən fərqli çaşkalarda hər səhər kofe içməyi çox sevirəm. Növbəti bir çaşka. Bu sonuncu məhsul olmalıdır. Siz bunun bir şəkərliyinə baxın, gözəlliyinə baxın və növbəti olaraq da belə bir çaşka. Yəni yeni ildə evimizdə olan hər kəs üçün ayrı bir çaşkamız var. Belə, bu boksdan çıxan bütün məhsullar da bundan ibarət idi. Və növbəti məhsul, bu bilmirəm hardan da açığım. Belə. La Mer'dən bir set almışam. Bildiyiniz kimi La Mer lüks marka üz baxım məhsulu sayılır. Yəni kremləri həddən artıq çox baha olur. Amma bu seti mən çox uyğun qiymətə almışdım. Bu 4 məhsulu səhv etmirəmsə ümumilikdə 150 evro pul vermişdim. Bura nələr daxildir bir-bir onlara baxaq. İlk öncə üz serumudur. Belə bir aplikatoru var. Bu La Mer'in üz nəmləndirici kremidir. Bir dənə qoxusuna baxın. Görüm ətri varmı? Heç bir belə qeyri-adi bir ətri yoxdur. Bu da üz üçün xüsusi bir losyondur.
Bu da üz təmizləmə gelidir. Amma çox kiçik ölçüdədir, travel size-dır, daha çox səyahətlərə götürərəm deyə düşünürəm. Və yavaş-yavaş korobkaların sonuna gəlirik. Bunu daha öncə açmışam, çünki oğluma da bəzi məhsullar sifariş eləmişdim, onları götürməli idim. Ancaq digər iki məhsulu sizə göstərmək istəyirəm. Birincisi belə bir stəkan setidir. Yaxından göstərəcəm. Bu şəkildə bir setdə 4 ədəd stəkan var. Onu da deyim ki, çox uyğun qiymətə aldım. Səhv etmirəmsə, bu 4 dənəsinə 2 evro nə qədərsə pul ödəmişdim. Və növbəti bir məhsul. Bilin ki, bir çoxunuz məni bu cəhətdən qınayacaqsınız. Ancaq mən çaşka, qab-qacaq çox sevirəm. Və yeni evə köçəcəyimiz üçün də artıq bir çox məhsul sifariş eləmişəm. Gözəlliyə bir baxın. Siz necə gözəl rəngi var, necə gözəl kandır və altlığı var. Çox gözəldir. Bunu çox bəyəndim. Və mən bu məhsula səhv eləmirəmsə 4 ya 5 evro pul vermişəm ikisinə bir yerdən. Çox bəyəndim. Düşünürəm ki, bunda çox gözəl kofe içmək olar. Həm də qəşəng kontent yaratmaq olar. Siz nə düşünürsünüz? Bəyəndinizmi? Son artıq 2 korobkamız qalıb. Bu 2 məhsul üçün həddən artıq çox heyecanlıyam. Çünki çox bəyənərək almışam. Ümid edirəm ki, sizlər də bəyənərsiniz. Belə bir yerdə açaq. Növbəti məhsulumuz. Bu məhsulu Fashionetta saytından almışam. Bəlkə bir çoxunuz da tanıyırsınız. Orada çox yaxşı endirimlər olur. Bu Dolce Gabbana firmasının bir çantasıdır. Və korobkanın içərisində ilkin olaraq nələr var? Bu şəkildə belə bir çantası var. Qara bir çantaya çoxdan da ehtiyacım var idi. Qiyməti çox uyğun idi. Düşündüm ki, buna görə almalıyam. İndi üzərindəki hər şeyi çox çıxartmaq istəmirəm. Çünki ola bilsin ki, bir shorts da çəkdim. Çox baza bir rəngdir, yəni qara hər şeylə uyğun gedən bir rəngdir. Və mən qara gold furnituru çox xoşlayıram. Qaranın goldla birləşməsini, eyni şəkildə ağın goldla birləşməsini. Ondan görə də düşünürəm ki, bu çantanı da sevərək istifadə edəcəyəm. Və növbəti bir məhsul daha, bu da yenə Fashionetta'dandır. Bu da Yves Saint Laurent firmasının bir çantasıdır. Bu şəkildə sizə açım göstərim. Belə bir rəngi var. Deyirəm, Foxlayır kamera. Həqiqətən də keyfiyyəti, dərisi çox gözəldir. Düşünürəm ki, sevə-sevə bu çantanı da istifadə edəcəyəm. Və beləcə bir videonun daha sonuna gəldik. Mən bu məhsulları çox sevərək açdım. Ümid edirəm ki, sevərək də istifadə edəcəyəm. Çox yaxşı məhsullar var idi. Sizə eyni zamanda məsləhətlərim var idi. Ümid edirəm ki, sizlər üçün də bu video maraqlı oldu. Bəyəndinizsə mütləq bəyənməyi unutmayın və yazmağı unutmayın. Və kanalıma abunə olun. Gələn görüşlərə dək hələlik.